Hər vaxtınız xeyir əziz xanımlar. Yeni gündə, yeni videoda xoş gördüm hər birinizə. İnşallah hər biriniz yaxşısınız. Yeni bir videoyla yenə də qarşınızdayım. Videoyla qarşılaşan hər kəsi salamlayıram. Və kanala dəstək olmaq üçün videonu bəyənmənizi, kanala abunə deyilsinizsə abunə olmanızı xahiş edirəm. Və təbii ki, video ilə bağlı fikirlərinizi də gözləyirəm. Yorum yazmağı da unutmayın. Öncədən hər birinizə təşəkkür edirəm. İndi isə keçək vlogumuza. Yadınızdadırsa vlogların birində demişdim ki, ağacları bu yaxında budamaq istəyirik. Artıq noyabr ayın ortalarıdır. Budamaq vaxtıdır. Neçə gün idi ki, yoldaşım vaxtı olmadığına görə ertələyirdi. Axırı bugün boş vaxt tapdı. Bugün budalamaq qərarına gəldi. Mənim də evdə işlərim olduğuna görə dedim biraz gözlə işlərimi tamamlayım, çıxım mən də kömək eləyim. Dedi yox, tək eləyəcəm, özü tək etməli oldu. Belə çıxdım, arada bir-iki kadr çəkdim. Əzdən girdim, işlərimi gördüm. İşlərimi etməyə başladım. Ev işlərimi etmişəm artıq. İndi də yemək hazırlamaq istəyirəm. Yeməyi də bu günləri boş olacaq. Yoldaşım ət almışdı. Ondan demək olar ki, böyük bir sümük var idi üstündə. Hardasa 1 kilo gələrdi sümüyün çəkisi. Mən də belə dedim, elə əsl boşluqdur. Ayırıb qoymuşdum buzluqda ki, borş eləyərəm bu sümükdən. İçi də iliklə dolu idi. Qoydum qaynadı. Orada bişincəyə qədər mən də burada borşun hazırlıqlarını edim. Dedim elə yemək pişirmişkən sizin üçün də çəkeyim. Çünki çoxdan yemək videosu çəkmirdim. Buyurun izləyin. Sizə xoş izləmələr.
Mən borşun hazırlıqlarını edincəyə qədər ət də hazır oldu. Sümükdən ayrıldı. Belə içinin iliyini öncə boşaldıram. Belə xeyli içindən ilik çıxdı. Bunu da qatıram borşa. Çox dadlı olur. Üstündən çıxan əti də təkrar belə üstündən bütün xırda sümükləri təmizləyirəm və yuyuram və suyun altındakı lap o xırda olan sümüklər də hamısı təmizlənsin üstündən. Çünki içindən bir dənə balaca sümük çıxsa belə uşaqlar yemirlər, çəkib qoyurlar qırağa. Heç özüm də sevmirəm içindən sümük çıxanda. Ona görə də çalışıram ki, qalmasın ətin üstündə və ona görə də təkrar yuyuram, yaxşı-yaxşı əlimlə yoxlayıram ki, üstündə sümük qalmasın. Belə xırda-xırda doğrayıb əlavə edirəm borşun içinə. Düzdür, əslində borş sevilən yemək deyil bizim evdə. Uşaqlar bir o qədər sevmir bu yeməyi. Amma indi bişirəndə demişdim, tapşırmışdım ki, bişirirəm, amma mütləq yeməlisiniz bu yeməyi. Çünki istəyirəm ki, məcbur da olsa yesinlər bu yeməyi. Yəni vitamin deposu dolu bir yeməkdir. Yeməkləri yaxşıdır. O yüzden də sağ olsunlar, sözümü yerə salmadılar. Məcburi də olsa yedilər. Yeməkdən hərəsi bir boşqa. Ancaq bir dəfə yedilər. Sonra yəni çox olduğuna görə sabahsı günə də qalmışdı. Sabahsı günə də dedim, istəmədilər. Sonra onu artıq yoldaşımla ikimiz yedik. Qazanın axırına qədər özümüz yedik. Sabahı günü uşaqlar üçün başqa yemək pişirdim. Yəni onlara yetdik, özümüz isə bu borşdan yedik. Ümumiyyətlə bizim uşaqlar ət yeməkləri nədənsə çox sevmirlər. Sevmirlər deyəndə belə deyim ki, bozbaş yeməyidir, borşdur, xaşdır. Yəni belə yeməkləri çox da sevmirlər. Ən çox qızartma yeməklərini xoşlayırlar uşaqlar. Elə yəni hər gün qızartma eləsəm, yəni sevə-sevə yeyirlər, amma sulu yeməyə bir o qədər meyilli deyirlər. Sulu yeməyə də baxır nəyə xoşlayırlar. Yəni lobya supu xoşlayırlar, mərcidir. Kiftəni də məsələn kiftə bozbaş bişirəndə xoşlayırlar. Supların bir çoxunu sevmirlər, ancaq demək olar ki, mərcə şorbası ilə lobya supunu xoşlayırlar. Bir də düşbərəni də sevirlər. Evdəkilərin kim nə yediyini əzbərə bildiyimə görə çalışıram həmişə onların sevəcəyi yeməyi hazırlayım. Yeyəcəyi yeməyi hazırlayıram adətən. Amma belə arada da olur ki, yəni sevməsələr də məcbur edirəm ki, yesinlər. Ən azından ağızları odada öyrəşsin və yəni sevməyə başlasınlar ən az heç olmaya o yeməyi. Və ona görə də məcbur edirəm arada. Çünki özüm də olub ki, uşaqlıqda sevmədiyim yeməkləri özümü sonradan məcbur edib yemişəm və sevmişəm. İndiyə kimi də yəni yeyirəm o yeməkləri artıq. Ona görə də çalışıram ki, uşaqlarımı da məcbur edim. Yəni öyrəşdirim, sevmədiyi yeməkləri yesinlər. Çünki elə yeməkləri sevmirlər ki, hamısı da xeyirli yeməklər. Ziyanlı yeməkləri daha çox üstün tuturlar, xeyrini isə yemirlər. Mən isə istəyirəm ki, belə vitaminli yeməkləri daha çox yesinlər. Düzdür, əslində artıq yekə kişidirlər. Bunu uşaq vaxtı ikən alışdırmalıydım. Sadəcə olaraq uşaq vaxtlarında belə nazlarla oynayırdım. Hərəsi nə sevir onu hazırlayırdım, qoyurdum önlərinə, yeyirdilər. Əslində düz etmirəmmiş. Uşaqlıqdan öyrəşdirmək lazım idi uşaqları belə yeməkləri yeməyə. Mən isə elə bilirdim ki, elə uşağı, yəni bir növ əzizləyirdim güya ki, uşağım istəmir, məcbur etməyim, istədiyini bişirib qoyurdum qarşısına. Amma yəni lazımdır uşaqlıqdan belə yeməkləri öyrəşdirmək olsun. Əsas odur ki, gec də olsa yesinlər. Heç vaxt gec deyil. Mən özüm də çox yeməkləri demək olar ki, 20 yaşıma yaxın böyük qızı idim. Artıq demək olar ki, bəlkə də ailə qurmuşdum. Vaxtları öyrəşdirdim özümü, məcbur elədim sevmədiyim yeməkləri yeməyə. Elə borş mənim də sevmədiyim yemək olub. İndi isə
Seve-seve yeyirəm bu yeməyi. Keçən vloglarda da demişdim, balıqdır. Balığı da sevmirdim, indi isə ən sevdiyim yeməklərdən biridir. Düzdür, uşaqlar da indi sevsə o yeməyi çox sevinərdim. Çünki balıq da ən xeyirli yeməklərdən biridir. Çalışıram ki, belə məcbur edim, öyrəşdirim. Bəs sizdə necədir qızlar vəziyyət? Uşaqlarınızın da kaprizləri var yeməyə qarşı. Mənim kimi siz də nazı ilə oynayırsınız. Baxın, bax, mən peşmanam, mən etmişəm, bu səhvi buraxmışam, siz etməyin. Məcbur edin, belə yeməkləri yesinlər. Xeyirli yeməkləri məcbur yedizdirin uşaqlarınıza. Belə qızlar, sizlə danışa-danışa yeməyim də hazır oldu. Bir də qızlar, çox maraqlıdır. Rəy bölməsində yazın. Siz necə hazırlayırsınız borşu? Mən iki üsulla hazırlayıram. Birinci üsulu belə əti ayrıca qaynadıram. Yəni yağ soğan edirəm və hamısını, bütün tərəvəzləri, əti falan əlavə edirəm. Eyni bu üsul və ikinci üsulu isə əti qaynatdıqdan sonra içindən əti çıxardıram və bütün tərəvəzləri həmən bulyona, həmən ətin suyuna əlavə edib elə bişirirəm. Hər iki üsulla çox dadlı alınır. Ümumiyyətcə borş yeməyi hər nə cür üsulla hazırlayırsan, hazırla, çox dadlı olur. Çox ləzzətli olur. Və belə sonda da, ən sonda 5 dəqiqə qalmış belə çuğunduru əlavə edib qarışdırıb 5 dəqiqə sonra söndürürəm altını. Çünki bilirsiniz, çuğundur əlavə edəndə çox qaynayanda qırmızılığı gedir, azalır. Burada biraz düzdür, başım qarışdı. 5 dəqiqə yox, 10 dəqiqə qaynadı. Ona görə istədiyim kimi olmadı qızartısı. Yəni deməyim odur ki, lap qırmızı olmağını istəyirsinizsə, çuğunduru son götürməmişdən yeməyi 5 dəqiqə sonra əlavə edin və söndürün altını. Hələ də qırmızı qalır borç. Burada isə çıxmışam həyətə, baxdım ki, yoldaşım artıq budama işini bitirib. İndi isə yəni bu zibilləri budanmış həyəti bir sözlə təmizləyir. Yenə də dedi ki, mən özüm edəcəm, qoymadı. Mən də girdim içəridə, çıxan qabları falan yudum, süfrəni hazırladım ki, gəlsin, yemək yesin. Yemək də hazırdır. Çox dadlı, ləzzətli yemək alındı. Heyf ki, petruşkası olmadı, cəfərisi. Evdə yox idi. Uşaqlar da evdə olmadığına görə. Yoldaşım da başı qarışıq idi işə. Yaxınlıqdakı dükanlarda da göyərti olmadığına görə gərək bir xeyli aralı olan marketə getsin. Ona görə də dedim, qalsın, petruşkasız belə yedik. Bizə nuş olsun, siz də göz haqqınızı halal edin. Burada görürsünüz qızlar, qırmızı qızartısı belə biraz tam o bayaqkindən az olub. Çünki biraz gec götürdüm üstündən, başım qarışdı deyə. Unuttum tez götürməyə. Bir də qızlar, yəni bu üsul yox, o biri üsulla edəndə ən sonda yenə də bilirsiniz də o köhnə üsul tavada yağlı, yağ tomat qovurub üstündən çuğunduru töküb bir də elə qovurub, həmin o qovurulmuş, yağda qovurulmuş çuğunduru əlavə edəndə borşun üstünə elə də çox gözəl olur, rəngi də, dadı da. Çox adam fikirləşir ki, çuğunduru nə qədər bol olarsa, bir o qədər qırmızı çıxar. Xeyr, elə deyil. Çuğundura görə deyil. Əslində, o çuğunduru çox qatanda çox şirin alınır borş. Sadəcə olaraq onun sirri ondadır ki, çuğunduru əlavə etdikdən sonra çox qaynatmamaq gərək. Belə. Yeməyi də verdim, yoldaşımın yedi. Özüm də yedim. Sonra da uşaqlar da işdən gələndə yedilər. Belə. Artıq burada da axşam olub. Bacımın oğlu gəlib bizə. Xalasının ürəyi gəlib, xoş gəlib. Gələndə də belə biraz şirniyyat alıb gətirib. Xalasının sevdiyi şirniyyatları alıb. Bilirsiniz, məni çoxdan izləyənlər bilir. Bu mənim ən sevdiyim. Ta ki
gənc yaşlarımdan bəri bu vaxta qədər sevdiyim şirniyyatdır. Ondan da bilir ki, sevirəm bu bonjuru. Hər gələndə alır gətirir. Sağ olsun. Gəldi, nə qədər elədim, o da yemək dedim ye günən istəmədi. Çünki ad günə gedirdi. Dedi, yesəm gedib orada yeyə bilməyəcəm. Ona görə də yemək yemədi. Dedim, heç olmaya çay içək. Belə süfrə açdım, çay oturduk, içdik. Xala bala biraz oturduk, söhbət etdik. Sonra da getdi ad gününə. Mən də yenə də belə oturdum, biraz film falan izlədim. Günü belə tamamladım. Düzdür, daha sonra uşaqlar gəldi. Onların yeməyi, çayı, çörəyi və yəni digər işlərim də oldu. Amma deməyim odur, videomu elə bura qədər çəkdim. Videomu elə burada da sonlandırdım. Daha doğrusu çəkilişi burada sonlandırdım. Neyse belə günü də belə tamamladıq. Xətasız veya bəlasız günü sona çatdırdıq çox şükür. Allah hər kəsə hüzur dolu, bərəkətli, bol ruzili, xətasız, bəlasız gün nəsib eləsin. Hər gününüz belə xoş firavan keçsin. Hər gününüz xoş xəbərlərlə dolu olsun. Sevinç dolu olsun. Sevincli günləriniz çox olsun inşallah. Məndən də bugünlük bu qədər. Videonu sona qədər izlədiyiniz üçün, videonu bəyəndiyiniz üçün, gözəl, xoş, nəzakətli şərhlər yazdığınız üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın. Özünüzə yaxşı baxın qızlar. Hələlik.